Nəhayət ki, bir neçə aydır davam edən tikinti işləri sona çatdı. Yevlax rayon şəhərində köhnə binaların birinin yerində inşa olunan təzə yaşayış obyekti yenidən sakinlərin istifadəsinə verilib. Yevlax şəhəri Nizami prospekti 51 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan ictimai yaşayış binası yenidən tikilərək sakinlərin ixtiyarına verilib. Binanın yenidən istifadəyə verilməsi münasibəti ilə təntənəli açılış mərasimi keçirilib. Tədbirə şəhər icra hakimiyyəti və hüquq mühafizə orqanlarının nümayəndələri qatılıblar. Öncə çıxış edən Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədov mərasim iştirakçılarını ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təbrik edib. O qeyd edib ki, məhz ulu öndərin uzaq görən siyasəti nəticəsində Azərbaycan günü gündən çiçəklənir və inkişaf edir. Çıxış edən bina sakinləri göstərilən qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildiriblər. Ümumilli liderin həyat və siyasi fəaliyyətindən söz açıblar. Daha sonra yeni yaşayış obyektinin tikilməsində əməyi olan şəxslərə şəhər icra hakimiyyəti adından fəxri fərman və qiymətli hədiyyələr verilib. Sonra sakinlərə mənzillərin order və açarları təqdim edilib. Açılışı bildirən rəmzi qırmızı lentin kəsilməsinin ardınca tədbir iştirakçıları mənzillərdə yaradılan şəraitlə tanış olublar. Şahin Qurbanzadə, Ramin Ələsgərov, LTV Yevlax.